Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ala alihil etyebinel etharinel muntecebin siyyema begiyetillahi fil eradin. Allahümme inni ahmeduke ve esta'inuk ve estağfiruke ve etevekkelu aleyk. Vesselamu ala eimmetil muslimin ve humatil mustadafin ve hudatil mu'minin. Usikum ve nefsi bitegvallah. İlahi değer olan, çok tövsiye olunan, sipariş edilen təqva yalnız ahiret üçün değil. Bəli, insan ahirət üçün toplaya biləcəyi ən yaxşı azuqə təqvadır. Amma təqva bu dünyada da yol açandır. Elə təqva ən çox bizim bu dünyamız üçündür. Təqva səbəb olur ki, insanın bütün o bağlı qapıları insanın üzünə açılsın istəyir, maddi baxımdan istəyir, mənəvi baxımdan. Və bu qapılar insanın üzünə açılanda insan nicat tapır, insan xilas olur. Yolu nədir? Yolu təqvaya riayət etməkdir. Allah Teala mübarək ayələrin birində bu mövzu barədə belə buyurur. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim təqvalı olsa, Allahın o hədlərini, Allahın sərhədlərini, Allahın bizim üçün qoyduğu yolu getsə, təqvalı olsa, Allah ona çıxış yolları göstərər. Onun üçün qapılar açar. Allah inşallah bizləri də təqvaya riayət edən və təqvalılardan qərar versin. Hucurat surəsinin 9-cu ayəsinə çatdıq. Mən ilk öncə bu ayəni oxuyum, tərcümə edeyim. Hucurat surəsi çox önəmli tövsiyələri özündə cəm eləyən bir surədir. Gərək tez-tez bu surəyə müraciət eləyək. Oradakı göstərişləri həmişə gözümüzün önündə olsun və bacardığımız qədər əməl etməyə çalışaq. Bütün ayələr, bütün surələr belədir. Xüsusilə Hucurat surəsini alimlər çox tövsiyə ediblər. Orada çox önəmli əmrlər, göstərişlər cəm olubdur. Onların növbəti tövsiyəni, növbəti göstərişi 9-cu ayədən oxumaq istəyirəm. Bismillahirrahmanirrahim. وَإِنْ طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِنْ بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيَ إِلَى أَمْرِ اللَّهِ فَإِنْ فَاءَتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onlar arasında sülh yaradın. Onları barışdırın. Əgər onlardan biri digərinə təcavüz etsə, biri digərinə zülm etsə, o zalım dəstə, o təcavüzkar dəstə Allahın əmrinə qayıdana dək onlarla vuruşun. O təcavüzkar dəstə ilə. Əgər qayıtsa, bu təcavüzkar dəstə öz zülmündən, öz təcavüzündən qayıtsa, əl götürsə və belə deyək, sülhə zəmin yaransa, hər iki dəstə arasında ədalətlə sülh yaradın və ədalətli olun. Çünki Allah ədalətliləri sevir. Ayənin çox önəmli, çox mühüm mesajları var. Çalışacağım böyüklərimizin, alimlərimizin və təfsir kitabları əsasında bu mesajları əziz cümə iştirakçılarının nəzərinə çatdırın. Baxın, ilk öncə imanın gərəyi budur ki, mömin olmağın gərəyi budur ki, insan o çəkişmələrdən, möminlərdən söhbət gedir. Möminlərlə çəkişmələrdən,
davadalaşdan, inciklikdən uzaq olsun. Amma möminlər məsum deyillər. Möminlərin də bəzi hər hansı bir söz üstündə, hər hansı bir hərəkət üstündə aralarında müəyyən bir münaqişələr düşə bilər. Bu ayə bütün müsəlmanlara əmr edir, öz vəzifələrini tanıtdırır belə olanda. Deməli, ilk öncə budur ki, biz özümüz çalışmalıyıq. Belə bir şərait yaranmasın. Və ikinci də, əgər başqalarında görsək ki, iki müminin arası dəyib, bizim təcili bir vəzifəmiz var. Təcili sözünü ayədə işlənən fa hərfindəndir. Fəəslihu, dərhal sülh yaradın onların arasında. Bu ayənin nazil olması barəsində qeyd ediblər. Mədinənin 2 dənə məşhur qəbiləsi var. Bunların arasında il boyu elə dava gedib. Oğuz və Xəzrəc qəbilələri. Onların arasında yenə ixtilaf düşür, bir-birlərinin canına düşürlər. Hətta qılıncla bir-birinin üstünə getmək həddinə çatır. Bu anda bu iki dəstə ki, bir-birinlə vuruşurdu, ikisi də müsəlmandılar, ayə nazil oldu ki, bunların arasında sülh yaradı. Bir başqa səbəbə görə, nazil olma səbəbinə görə qeyd edirlər, Ənsardan 2 nəfər arasında ixtilaf düşür və onlardan biri digərinə deyir ki, mən zor gücümlə də olsa öz haqqımı səndən alacağam və mənim qəbiləmdə olan insanların sayı sizin qəbilədən çoxdur. Zor gücünə də olsa öz haqqımı səndən alacağam. O birisi digəri ona təklif edir ki, belə ki, bizim aramızda çaxnaşma baş verib, gedək Peyğəmbərin yanına, Peyğəmbər bizim barəmizdə qərar çıxartsın. Amma o birisi tərəf, birinci tərəf razılaşmır və bunların mübahisələri daha da güclənir və hər bir qəbilə davasına çevrilir. Bu zaman ayə nazil olur. Bu 2 dənə nazil olma səbəbini nə görə dedim? Baxın, birinci nazil olma səbəbi o 2 dənə qəbilə arasındadır. İkinci nazil olma 2 dənə insan arasında. Baxmayaraq ki, bu ayədə vuruşmaq sözü gəlib, qital sözü. Adətən o müharibə həddinə çatan vuruşmalara şamil olur. Amma bunun xüsusiyyəti yoxdur. Yəni, məxsus deyil 2 tayf arasında. Elə 2 möminlərə də 2 dənə insan arasında olan o çaxnaşmaya da şamil olur. Bu ayə bizə bir neçə dənə vəzifə təyin edir ardıcıl olaraq. Mən birincidən başlamaq istəyirəm. Birinci vəzifə nədir? Ümumi qanun olaraq Quran-ı Kərim bizə bəyan edir ki, əgər möminlərdən 2 dəstə bir-birlərinlə vuruşsa, onları barışdırır. Baxın, 2 dəstədir. İlk olaraq ümumi bəyan edir ayə. Hələ məlum deyil ki, təcavüzkar kimdir, zalim kimdir bu 2 dəstənin arasında. Haqq kimdir, nahaq kimdir? 2 dənə mömin bir-birindən sözləri düz gəlməyib. Vuruşublar bir-birindən, araları dəyib. Quran-ı Kərim əmr edir ki, hər birinizin vəzifəsidir. Bəzi alimlər kifayi vacib olaraq qeyd ediblər. Yəni, necə ki, namaz vacibdir, bu işi görmək də vacibdir. Yəni, bir dəstə əgər yerinə yetirdi, başqalarının boynundan götürülür. Yetirməyənə kimi hamının boynunda vəzifədir. Bilsək ki, 2 mömin araları dəyib, vəzifədir ki, onları biz aralarında sülh yaradaq. Və qeyd elədiyim kimi, bu məsələ yalnız o vuruşma həddinə, müharibə həddinə çatan fikir ayrılıqlarına qarşı durmalara şamil deyil. Bu nazil olma səbəbi də bunu daha çox təsdiqləyir. Baxın, hədislərdə var ki, insan gərək kömək eləsin mömin qardaşlarına. Bir hədisin mətnini oxuyuram, çox maraqlı mətndir, çox lazımlı hədisdir.
Məsumlardan nəql olur ki, dini qardaşına istəyir zalim olsun, istəyir məzlum olsun, istəyir zalim olsun, istəyir olmasın. Mömin qardaşına kömək elə, zalim olsa da kömək elə. Hədis səbəbini qeyd edir. Əgər məzlumdursa, onun haqqının alınmasında ona kömək elə. Əgər zalimdirsə, onun qarşısını almaqla ona kömək elə. Görün, nə dərəcədə dinimiz əhəmiyyət verir bu qardaşlığa, bu başqalarını da fikirləşməyə. Yəni, bu məsələ elə bir məsələdir ki, hamı bu barədə məsuliyyət hiss eləməlidir. Heç kim tamaşaçı rolu oynamamalıdır bu məsələdə. Laqeydcəsinə kənarından keçməməlidir. Quran bizə bu göstərişi verir. Və bu işdə dərhal yerinə yetirilməlidir. Bayaq qeyd elədiyim kimi, fəəslihu, dərhal sülh yaratmağa çalışın. Səbəbi də budur ki, əgər biz yubatsaq, onların arasında olan o ixtilaf da böyüyəcək, sonra çətinləşəcək. Nə qədər ki, isti-istidir, xəbərimiz var, kiçikdir, çalışaq dərhal sülh yaradaq, ayə bizə deyir. İkinci vəzifə nədir? Əgər onlardan biri digərinə təcavüz etsə, zülm etsə, ki mömin dəstədir, ki mömin şəxsdir, burada artıq məlum olur ki, biri digərinə zülm edir. Bu zaman müsəlmanların, möminlərin vəzifəsi budur ki, o təcavüzkar dəstə ki var, o zalim ki var, zalimin geniş mənası var da, zalim deyəndə başqasının haqqını tapdalamaq, özündən başlayır, bu zülmün mənası insan günah etməklə özünə zülm edir. Zalim sayılır insan, əgər günah etməklə özünə zülm edirsə, bu bir növ zülmdür və zalim olmaqdır. Mömin qardaşının haqqını tapdalayır, zalim hesab olunur. Ayə deyir ki, əgər bilsəz ki, biri təcavüzkardır, yəni zalimdir, zülm eləyib, nə qədər ki, o zülmündən əl çəkməyib və Allah necə əmr eləyir, o əmrə qayıtmayana kimi onlarla savaşın, onların vuruşun həmin bu təcavüzkar dəstə ilə. Və bu arada da birdən hətta müsəlman olsa, hətta mömin olsa, qanı da axıdılmasına səbəb olsa, qanı hədərdir. Çünki özü səbəb olubdur bu məsələyə. Müsəlmanların vəzifəsi budur ki, o məzlumdan müdafiə eləsinlər. Hətta bir tərəf mömin olsa, müsəlman olsa belə, o təcavüzkar dəstə hansıdır, ondan hətta bu müdafiə dediyim kimi qan onların qətlinə belə səbəb olsa belə ayə vurğulayır ki, onların qanı hədərə gedir. Baxın, İslam zülmün qarşısının alınmasını hətta zalimlə vuruşmaq bahasına olsa belə vacib bilir. Və ədalətin icra edilməsinin müsəlmanın qanından üstün hesab edilir. Və müsəlmanın dəyəri var, müminin dəyəri var. Amma ədalətin bərqərar olunması bundan da üstündür. Ayə bizə bunu çatdırmaq istəyir. Bunların hamısı hansı təqdirdədir? Sülhlə əmələ gəlmədiyi halda. Birinci vəzifə yaddan çıxmasın ki, birinci vəzifə odur ki, biz sülh yaradaq, yəni bu həddə də heç çatmasın. Üçüncü vəzifə, ayə bizə bunu öyrədir ki, əgər bu təcavüzkar dəstə, əgər bu zalim dəstə, dedik Allahın əmrinə qayıdana kimi, əgər Allahın əmrinə qayıtsa və sülhə zəmin yaransa, hər iki dəstə arasında burada artıq ayə deyir, ədalətlə sülh yaradın. Yəni, təkcə zalim dəstənin gücünü əlindən almaqla kifayətlənməyin. Bu döyüş sülhə zəmin yaratmalıdır və o toqquşma və qarşı durmanın o səbəbi nə idi, amili nə idi, onun kökünün kəsilməsinə müqəddimə olmalıdır. Əks təqdirdə
bir müddətdən sonra o zalim qüdrət tapandan sonra yenə də öz zülmünə davam edəcək. O zülmə səbəb olan amil nədir? Onu aradan aparmaq lazımdır. O ədalətdən məqsəd budur. Sülh yaratmaqla əgər ədalətsizlik olsa, hansısa tərəfə qarşı, Quran bu növ sülhü demir. Sülhü elə yaradın ki, ədalət də bərqərar olsun. O məzlumun haqqı bərqərar olsun. Sabahsı gün o zalıma yenidən fürsət yaranmasın o zülmünü etməyə. Yəni, əgər bu iki dəstə arasında, iki mömin arasında kiminsə haqqı tapdanıbsa və yaxud qanı axıdılıbsa və bu çəkişmə və toqquşmaya həmin şey səbəb olubsa, həmin pozuntunu alimlər qeyd edirlər, aradan qaldırmaq lazımdır. Əks təqdirdə o sözü gedən barışıq ədalətli deyil. Və sonuncu ayənin önəmli məsələsi budur ki, ayə 3 dəfə ədalət məsələsinə təkid edir bu ayə. Lap sonunda deyir ki, Allah Teala ədalətləri sevir. Baxın, söhbət o nəfsi istəklərdən gedirsə, nəfsi istəklər müdaxilə eləyə bilirsə hər hansı bir işdə, Quran-ı Kərim buna çox təkid edir. Bu məsələdə də məlumdur ki, sülh yaradan zaman bizim tanışımız ola bilər, bizim yerlimiz ola bilər və digər məsələlər müdaxilə eləyə bilər ki, biz ədalətli sülh yaratmayaq. Ona görə ayə təkid edir ki, bu sadaladığım amillər səbəb olmamalıdır sizin o sülh yaratmaqda. Siz ədalətə riayət eləməlisiniz. Deməli, ayənin önəmli mesajı buydu ki, bizə öz belə bir şəraitlərdə öz vəzifələrimizi çatdırır və bu çox önəmlidir. Bu məsələnin kənarından laqeydcəsinə keçməməliyik. Bütün bunlar nə üçündür? Növbəti ayə bunun səbəbini açıqlayır. Çünki möminlər bir-birindən qardaşdırlar. O həqiqi vəhdət yaranmalıdır, parçalanmaya səbəb olmamalıdır. Quran-ı Kərim ki, bu qədər vəhdətə, birliyə təkid eləyir, bu həmin ayə, bu vəzifə həmin o məqsəd üçündür. Ki, bizdə parçalanma yaranmasın. Biz bir parça olaq, parçalanmış hala gətirilməyək. Müsəlmanlar, müminlər bir ixtilaf yarandı, dərhal onun mənşəyini tapaq və sülh yaratmağa çalışaq. Allah Teala inşallah müsəlmanları bir-birinə rauf və mehriban qərar versin. Allah Teala müsəlmanlara agahlıq inayət etsin ki, düşmənlərin o hiləsinə uyub öz aralarında parçalanmasınlar. Allah Teala bizi həqiqi dinə, Qurana əməl eləyən, bu ilahi göstərişlərə əməl eləyən müsəlmanlardan qərar versin. Allah Teala İmam Zaman salamü əleyhin zuhurunu təcil eləsin. Biz o həzrətin gəlişinə müxtəlif yollarla öz gücümüz çatan həddə zəmin yaradanlardan və bu məsələyə laqeyd olmayanlardan qərar versin. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Və ma adrake ma leyletul qadr. Leyletul qadr xayrun min alfi şəhr. Tənəzzəlul mələikətü və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Selamun hiyə həttə mətlə'il fəcr. Sadaqallahul aliyyul azim.